الحمد لله أهل التقوى والمغفرة أحاط بكل شيء علما وأحصى كل شيء عددا له ما في السماوات وما في الأرض وما بينهما وما تحت الثرى أحمده سبحانه وأشكره وأتوب إليه وأستغفره وأشهد أن نبينا محمدا عبده ورسوله أخشى الناس لربه وأتقى دل على سبيل الهدى وحذر من طريق الردى صلى الله وسلم وبارك عليه وعلى آله وأصحابه معالم الهدى ومصابيح الدجى والتابعين ومن تبعهم بإحسان وسار على نهجهم واقتفى أما بعد Möhtərəm müsəlmanlar, Allah Teala'dan qorxun və özünüzlə azulqə götürün və ən xeyirli azulqə də təqvadır və İslamdan möhkəm yapışın, çünki sizin bədənləriniz və ayaqlarınız cəhənnəmin oduna tab gətirə bilməz. Allah Subhanahu wa Ta'ala tək ruzi verəndir, tək nəyisə bəxş edəndir, tək nəyisə verməyəndir. Və bu kainatda nə baş verir, hamısı Allah Taala'nın qəza və qədəri ilə baş verir. Və əgər Allah Taala bir bəndəyə ruzini yazıbsa, qəza və qədərində o mütləq ona çatmalıdır. Heç kəs onun qarşısını ala bilməz. Nə qədər insan var ki, başqa insanlar ona paxıllıq eləyirlər və çalışırlar Allahın ruzisi ona çatmasın, və lakin Allah Subhanahu wa Ta'ala ona ruzini çatdırır. Bunu bacara bilmirlər. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurdu: وَعَلَمْ أَنَّ الْأُمَّةَ لَوْ اجْتَمَعُوا عَلَى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ لَمْ يَنْفَعُوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ لَكَ وَلَوْ اجْتَمَعُوا عَلَى أَنْ يَضُرُّوكَ بِشَيْءٍ لَمْ يَضُرُّوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ عَلَيْكَ. Bil ki, əgər bütün ümmət birləşsə ki, sənə bir şeylə fayda versinlər, onlar ancaq Allah Taala'nın sənə yazdığını edə bilərlər, yazdığı faydanı sənə verə bilərlər. Və əgər toplaşsalar bir yerə ki, sənə ziyan yetirsinlər, ancaq Allah Taala'nın yazdığı ilə sənə ziyan yerinə yetirə bilərlər. Tirmizi rivayət edib. Və kim buna inanarsa qəti, Allah Taala'nın verdiyi ruziyə görə insanları tərifləməz. Və həmçinin Allah Taala nəyisə ona verməsə, buna görə insanları qınamaz. Öz işini Allah Taala'ya həvalə edər. Din və dünya işlərində də Allah Taala'ya arxalanar. Və hər bir şey Allah Taala'nın qəza və qədəri iləndir. Allah Taala buyurur: "Mə yəftəhillahu lin-nasi min rahmetin fəla mumsikə ləhə və mə yumsik fəla mursilə ləhu min ba'dih və huvəl-azizul hakim." Allah Taala insanlar üçün hansı rəhməti açarsa, heç kəs onu tutub saxlaya bilməz. Yəni, o rəhməti tutub saxlaya bilməz. Və nəyi Allah Taala saxlayarsa, heç kim onu buraxa bilməz ondan sonra. Və o izzət və hikmət sahibidir. Və o kəs ki, əvvəl insan bilsə ki, Allah Subhanahu wa Ta'ala tək verəndir və mane olandır və o özü tək ruzi verir, həm səbəblə ruzi verir, həm səbəbsiz ruzi verir və həmçinin insanın gözləmədiyi bir yerdən ruzi ona yetirir, o insan ruziyə görə məxluqları tərifləməz və həmçinin vermədiklərinə görə onları qınamaz. Öz işini Allah Taala'ya həvalə edər. Din və dünya işlərində ona arxalanar, qəlbini ona təslim edər. Və sahabələrdən bir qrup Rasulullah sallallahu aleyhi və səlləmə beyət eləyəndə beyət eləyiblər ki, insanlardan heç bir şey istəməyəcəklər, yəni dilənməyəcəklər, zərurət olmadan. Bu da onların qəlbində tövhidin kamilliyi üçün, Allah Taala'ya qarşı sevginin kamilliyi üçün bir səbəb idi. Allah Taala'ya təvəkkülü ixlasla eləmək üçün. Buna görə bu cür beyət ediblər. Və bir möhtərəm müsəlmanlar ki, imanın zəifliyinin əlamətləri var. Bunlardan biri odur ki, Allah Taala'nın qəzəbinə baxmayaraq insanları razı salmaq. Yəni, insanın rizasını, istər valideyn olsun, istər başqa insan olsun, Allah Taala'nın qəzəbindən üstün tutmaq. Və ona görə də onlardan, insanlardan qorxaraq, yaxud insanlardan nəyisə umaraq, onlarla bir yerdə
günahlarda müvafiq olmaq olaraq. Bu da ona görədir ki, bu cür insanın qəlbində tam Allah Taalaya qarşı təzim yoxdur, hörmət yoxdur. Ona görə də o, məxluqun razılığını Xaliqin razılığından üstün tutur. Və həmçinin imanın zəifliyinin əlamətlərindən biri də odur ki, Allah Taala'nın verdiyi ruziyə görə insanları tərifləmək. Yəni, o deməkdir ki, insanlara təşəkkür eləyirsən, sənə nə isə verəndə, lakin Allah Taala'nı unudursan. Halbuki Allah Subhanahu wa Taala həqiqətdə sənə onu bəxş edəndir, lütf edəndir. Ona görə də qəlb daima Allah Taala'ya bağlı olmalıdır. Ona həmd etməlidir. Çünki insanlar səbəbdir. Səbəbi yaradan isə Allah Taala'dır. Hansı ki, tək ruzi verən odur. Lakin o demək deyil ki, insanlara şükr eləməyəsən, təşəkkür eləməyəsən. Yaxşıdır ki, müsəlman təşəkkür eləsin, ona yaxşılıq eləyəndə dua eləsin o insan üçün. Yaxud malı ilə onun əvəzini versin. Çünki Allah Subhanahu wa Taala ruzini o insanların əli ilə ona çatdırır. Ona görə də o insanlar səbəb olur bu yaxşılıqda. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Vən sana'a ileykum ma'rufan fekafi'uh." Kim sizə yaxşılıq edərsə, ona müvafiq olaraq yaxşılıq edin. Abu Davud rivayət edir. Lakin söhbət gedir o hallardan ki, insan başlayır insanları tərifləməyə və lakin Allah Taala'ya şükr eləməyi unudur. Və həmçinin imanın zəifliyinin üçüncü əlamətlərindən biri də odur ki, Allah Taala'nın sənə vermədiyi şeyə görə insanları qınayasan. Yəni, insanlar sənə nə isə vermirlər, qınayırsan onları. Halbuki, ona görə vermirlər ki, Allah Subhanahu Taala sənə bu şeyi yazmayıb. Qədərdə bu yoxdur. Əgər Allah Taala bunu öz qəza və qədərində yazsaydı, sənə mütləq o şey çatardı. Lakin Allah Taala nə istəyirsə o baş verir, nəyi istəmirsə o baş vermir. Və həmçinin möhtərəm müsəlmanlar, Ayşə radiyallahu anhə rivayət edib ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: "Mən iltəməsə ridallahi bi saxatin nas, radiyallahu anhu və arda anhun nas. Və mən iltəməsə ridan nasi bi saxatillah, saxitallahu aleyhi və asxata aleyhin nas." Kim insanların qəzəbinə baxmayaraq Allah Taala'nın rizasını axtararsa, Allah ondan razı olar və insanları da ondan razı edər. Və kim Allahın qəzəbinə baxmayaraq insanların rizasını axtararsa, Allah ona qəzəblənər və insanları da ona qarşı qəzəbli edər. İbn Hibban rivayət edib. Yəni o insan ki, Rəbbinin rizasını sadiq niyyətlə istəsə, itaətlər eləməyə can atsa, haramlardan çəkinməyə can atsa, hətta insanlar ona qarşı qəzəbli olsalar belə, bunun gözəl nəticəsi olur. Çünki o Allah Taala'nın rizasını insanların rizasından üstün tutur. Və ən böyük şey odur ki, Allah Subhanahu Taala o insandan razı olur. Çünki Allah Taala səxavətlilərin səxavətlisidir. Və bu böyük bir nimətdir. Və sonra da Allah Subhanahu Taala elə eləyir ki, insanlar da o insandan razı olurlar. Onların qəlbinə ona qarşı razılığı salır Allah Taala və sevgini salır. Necə ki Allah Subhanahu Taala buyurur: "İnnellezîne âmenû ve amilussâlihât seyec'alû lehumurrahmanu vudda." O kəslər ki, iman gətiriblər və salih əməllər görüblər, mərhəmətli Allah onlar üçün sevgi yaradacaq. Yəni başqa insanların qəlbində. Amma o kəs ki, insanların rizasını axtarır, baxmayaraq ki, Allah Taala buna qəzəblənə bilər və ona görə də onlarla bir yerdə itaətləri tərk edir, yaxud haram işləri görür, Allah Subhanahu Taala onu iki şeylə cəzalandıra bilər. Birincisi şey odur ki, Allah Subhanahu Taala özü ona qəzəblənir dünyada da, axirətdə və ən böyük ziyan da budur. Zəhmət olmasa biraz da qabağa gəlin. İkincisi isə odur ki, Allah Subhanahu Taala insanları ona qarşı qəzəbli edir və insanlar onu başlayırlar qınamağa və həmçinin ona əziyyət verməyə, incitməyə onu. Və ona görə də müsəlman bilməlidir ki, gözəl sonluq dünyada və axirətdə o insanı gözləyir ki, Xaliqin rizasını üstün tutur, hətta məxluqlar qəzəblənsələr belə. Və pis nəticə, pis sonluq dünyada da axirətdə o insanı gözləyir ki, məxluqların rizasını axtarır, Xaliqin
qəzəbinə baxmayaraq. Ona görə də müsəlman çalışmalıdır. Allah Taala'nın rizasına səbəb olan əməlləri yerinə yetirsin. Fərqi yoxdur, məxluqlar qəzəbləniblər, ya razı olublar ondan. Və bir möhtərəm müsəlmanlar ki, çalışmaq lazımdır ki, müsəlman çalışmalıdır ki, onun qəlbinə həyat verən və onun qəlbini, sinəsini açan şeylərə can atsın. Və bu şeylərdən ən əzəmətlisi, ən böyüyü də təvhiddir. Yəni, tək Allaha ibadət eləməkdir. Və nə qədər insanın qəlbində təvhid kamil olsa, nə qədər qüvvətli olsa, nə qədər artıq olsa, bir o qədər də onun sinəsi geniş olacaq. Allah subhanahu ta'ala buyurur, Əfəmən şərəhallahu sadrahu lil-İslami fəhuvə alə nurin min Rabbih. O kəs ki, Allah onun sinəsini İslam üçün açıb və o Rəbbindən olan nurun üzərində gedir, kafirlə eyni ola bilərmi? Və həmçinin Allah Teala buyurur, فَمَنْ يُرِدِ اللّٰهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ Allah Teala kimi düz yola yönəlmək istəsə, onun sinəsini İslam üçün açar. Və kimi azdırmaq istəyərsə, onun sinəsini dar, sıx eləyəcək, sanki o insan göyə qalxır. Ona görə də düz yolla getmək və təvhid sinənin açılması üçün ən böyük səbəbdir. Amma şirk və zəlalət, yəni yolu azmaq, sinənin dar olmağının, onun düz yoldan ayrılmağının ən böyük səbəbidir. Və bir möhtərəm müsəlmanlar ki, Allah Taala'dan olan qorxuya nail olmaq üçün birinci növbədə gərək insan Allah Subhanahu Taala'nın əzəmətini, böyüklüyünü yada salsın. Yada salsın ki, Allah Subhanahu Taala'nın cəzası şiddətlidir. Allah Taala ona asi olanlara və ona müxalif olanlara qarşı intiqam sahibidir, izzət sahibidir. Və həmçinin insan yada salmalıdır. Onu nə gözləyir, hansı dəhşətlər gözləyir? Ölüm vaxtı, ölüm anında, qəbirdə olan o qaranlıq ki olacaq, o dəhşətlər ki olacaq, həmçinin qiyamət günü və həmçinin Allah Taala'nın qorxusunu insanın qəlbində artıran səbəblərdən biri də duadır və Allah Taala'ya sidqü ilə yönəlməkdir. Və ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi, Allahumma qsim lənə min xəşyətikə mə təhulu bihi beynənə və beynə məasik. Allahım bizə elə bir səndən qorxmağı nəsib et, hansı ki o qorxu bizimlə sənə qarşı asili ilə onların arasında, bizimlə asili arasında bir pərdə olsun, bir maniyə olsun. Tirmizi rivayət edib. Ona görə də əgər insanın qəlbində Allaha qarşı qorxu, hörmət, sevgi olarsa, onda sair əzalar da ona tabi olar və günahlardan əl çəkərlər. Və həmçinin qorxunun əmələ gəlməsi üçün yaxşı səbəblərdən biri də odur ki, insan düşünsün günahların dünyada və axirətdə nəticəsi necə olur. İnsan qorxmalıdır cəzadan və həmçinin bilməlidir ki, günahlar bərəkəti aparır, aradan qaldırır və həmçinin cəzanı da insana gətirir. Və həmçinin möhtərəm müsəlmanlar, Allah Taala'dan olan qorxunu artırmaq üçün Allah Taala'nın kitabını oxumaq lazımdır. Onun ayələri haqqında düşünmək lazımdır. Onlardan ibrət almaq lazımdır. Və bununla bir yerdə həmçinin lazımdır şər'i elmi öyrənmək. Elmi öyrənmək çox mühümdür. Və Allah Subhanahu Taala alimləri vəsf edərkən buyurur, İnnəmə yaxşəlləhə min ibadihil uləmə. Həqiqətən Allah Taala'dan ancaq onun bilikli, yəni alim bəndələri qorxarlar. Allah Subhanahu Taala bizim hamımızı tövhid əhlindən eləsin, yəqinli əhlindən eləsin. Allah Subhanahu Taala bizi onun rizasını axtaran insanlardan eləsin, onun yolu ilə gedənlərdən eləsin, onun əmrinə itaət edənlərdən etsin. Və Allah Subhanahu Taala buyurur, və in yamsaskallahu bi zurrin fala kashifa lahu illa hu və in yuridka bi xeyrin fala radda li fadlih yusibu bihi men yasha'u min ibadihi və huvel gafurur rahim. Əgər Allah Taala sənə ziyan yetirsə, o ziyanı ondan başqa heç kəs sənin üzərindən qaldıra bilməz. Və əgər sənə bir xeyir istəsə, onun lütfünü heç kəs dala qaytara bilməz. Allah Taala istədiyi bəndəsinə onu verir və o bağışlayandır, mərhəmətlidir.
Barakallahu li və lakum fil Qur'anil azim və nafa'ani və iyyakum bima fihi minal ayati və zikril hakim və aqulu qawli hada və astaghfirullaha li və lakum və lisairil muslimin min kulli dhanb fastaghfiruhu və tubu ilayh innahu huval ghafurur rahim. Elhamdülillah yarzuqu men yasha'u bighayri hisab biyadihi maqalidul umur və ilayhi yarci'ul amru kulluh. Əşhədu en la ilahe illallah vahdehu la şərikə lah. وأشهد أن نبينا محمدا عبده ورسوله صلى الله وسلم عليه وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد. Möhtərəm müsəlmanlar, İbn-i Qeyyim rahiməhullah deyir, Allah Teala gözəl həyatı onu tanıyan, onu sevən və ona ibadət edən insanlar üçün hazırlayıb. Və buyurub, mən amilə salihən min zəkərin əv unthə və huvə mu'minun فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ. Kim mümin olaraq salih işlər görərsə, istər kişi, istər qadın, biz ona gözəl bir həyat bəxş edərik və onun etdiyi əməllərdən də daha gözəl bir əcr verərik. Və bəzilər, İbn-i Qeyyim deyir ki, bəzilər bu ayəni təfsir edirlər, yəni gözəl həyatı təfsir edəndə deyirlər ki, bu qənaətdir, yəni azla kifayətlənməkdir, razı olmaqdır qəza və qədərə, gözəl ruzidir və s. Və lakin daha düzgün rəy odur ki, burada söhbət qəlbin həyatından gedir, qəlbin ləzzətindən gedir, qəlbin sevincindən gedir. Çünki qəlb sevinir imanla, Allah Teala'nı tanımaqla, onu sevməklə, ona tərəf yönəlməklə, ona təvəkkül etməklə. Və kimdə bu cür həyat var, heç kim onunla bərabər ola bilməz. Bunun həyatı ən gözəl həyatdır hamısından. Çünki bu ləzzətdən daha üstün ləzzət ancaq cənnətin ləzzəti ola bilər. Necə ki, bəzi ariflər, yəni Allah Teala'nı tanıyan bəndələr deyirlər ki, bəzən elə vaxtlar mənim üzərimə gəlir ki, mən fikirləşirim, əgər cənnət əhli bu cür ləzzətin içindədirlərsə, onda həqiqətən onlar gözəl bir həyat sürürlər. Və əgər qəlbin həyatı gözəldirsə, onda əzaların həyatı da ona tabi olur. Çünki qəlb əzaların sahibidir. Ona görə də Allah Teala ürək sıxıcı həyat hazırlayıb o kəslər üçün ki, hansılar Allah Teala'nın zikrindən üz döndəriblər. Bu da gözəl həyatın əksidir. Ona görə də gözəl həyat, möhtərəm müsəlmanlar, hər üç yurtda, yəni bu dünyada, bərzəxdə və axirətdə əməli salih insanları gözləyir. Necə ki, əməli salih insanlar bu dünyada da, o biri dünyalarda da ləzzət içindədirlər. Günahkarlar isə ateşin içindədirlər, həm bu dünyada, həm də axirətdə. Və Allah subhanahu ta'ala buyurur, لِلَّذِينَ أَحْسَنُوا فِي هَذِهِ الدُّنْيَا حَسَنَةً وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ. O kəslər ki, yaxşılıq eləyiblər, bu dünyada onlar üçün da yaxşılıq var və axirət yurdu isə onlar üçün daha xeyirlidir. Və həmçinin Allah Teala buyurur, وَاَنْ اِسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُمْ مَتَاعًا حَسَنًا إِلَى أَجَلٍ مُسَمَّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهِ. Rəbbinizdən bağışlanma diləyin, ona tövbə edin. Onda o sizə gözəl bir həyatı bəxş eləyər, müəyyən vaxta qədər, yəni əcələ qədər. Və hər kəsin, hər fəzilət sahibinin onun fəzilətini verər, üstünlüyünü verər. Və Allah subhanahu wa ta'ala burada qeyd edir ki, onu sevmək, ona itaət eləmək, ona tərəf dönmək, insana zəmanət verir ki, onda gözəl həyat olar. Həm bu dünyada, həm axirətdə. Allah Teala'dan isə üz döndərmək, qəflət içində olmaq, Allaha asi olmaq, səbəb olur ki, insanın həyatı kədərli olur, sıx olur, ürək sıxıcı olur, həm dünyada, həm də axirətdə. Allah subhanahu wa ta'ala bizə gözəl həyatı bəxş etsin. Allah subhanahu wa ta'ala bizi onun kəramət əhlindən və itaət əhlindən etsin. Və Peyğəmbər s.ə.və daim salavat gətirin, xüsusən də cümə günü. Çünki cümə günü salavat gətirmək daha yaxşıdır, daha fəzilətlidir. Necə ki, Allah subhanahu wa ta'ala əmr eləyib, buyurub, İnna Allaha və mələikətəhu yusalluna aləl-nəbi, yə eyyuhəl-ləzina əmənu sallu aleyhi və səllimu təslimə. Həqiqətən Allah və mələkləri Peyğəmbəri sallallahu aleyhi ve sellem tərifləyirlər. Ona görə də siz də ey möminlər ona salavat və salam gətirin. Allahumma salli alə Muhammedin və alə ali Muhammed
كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد اللهم بارك على محمد وعلى آل محمد كما باركت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد وارض اللهم عن خلفائه الراشدين والأئمة المهديين أبي بكر وعمر وعثمان وعلي وعن سائر الصحابة أجمعين وعن التابعين وتابعيهم بإحسان إلى يوم الدين إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون فاذكروا الله العظيم يذكركم واشكروا على نعمه يزدكم ولذكر الله أكبر والله يعلم ما تصنعون وأقم الصلاة. Və zəhmət olmasa möhtərəm müsəlmanlar, nəzərinizə çatdırıram ki, məscidin qabağındakı keçid var, insanların keçdiyi yer, orada namaz qılmaq, yəni icazə vermirlər. Ona görə də orada heç kim durub namaz qılmasın. Yəni məscidin həyətində qıla bilərlər, lakin ora qırağa çıxmaq yaxud küçədə namazı qılmaq, yəni qadağan olunub. Ona görə də sizin nəzərinizə bunu çatdırıram. Cəzakumullah xeyran.